Təfəkkür nədir? Yaradıcı təfəkkür hadisələrə, problemə kreativ deməli nöqteyi nəzərdən baxmaq və həmin problemə tamamilə yeni bir həll yolu düşünüb tapmaqdır. Yaradıcı təfəkkürdə yalnız istedad var idimi demişdik? Xeyr, yalnız istedadla bağlı deyil. Bir də bir nüans çatdırmışdım. Görüm kim diqqətlidir. Problem məsələsi var idi. Demişdim üçündə də var idi. Problemin deməli sadə həll yolu məntiqdə idi, səmərəli həll yolu tənqiddə idi, daha yeni həll yolu, kreativ yolu da elə yaradıcı təfəkkürdə idi. Ay sağ ol. Yəni problem üçündə də var. Biri belə deyək, sadə həll yolu axtarırdıq məntiqdə, bəli. Səmərəli yol axtarırdıq, tənqididə. Yeni yol, bəli, yeni kreativ yol axtarırıq, qeyri-adi yol axtarırıq, fərqli yol axtarırıq, bəli. Bu da yaradıcı təfəkkürümüzdə, əla müəllimə. Bəs dedik, problem həll etmənin ardıcıllığı vardı. Necə gedirdi? Problemi birinci müəyyənləşdirib dəqiqləşdirməliyik. Sonra onu deməli həll etmək üçün həll yolu tapmalıyıq. Həmin tapdığımız həll yolu praktikada tətbiq etməliyik və bir də ki, prosesi dəyərləndirməliyik. Ay sağ ol. Bəs dedik ki, yaradıcı düşünmənin bacarığını reallaşdırmağın yolları var idi. Onlar hansılar idi? Deməli, sual vermək idi, əlaqələrin qurulması idi, təcrübə aparmaq idi, bir də müşahidə etmək. Qısa formada demişdim, Azərbaycan dili ilə inteqrasiya eləmişdim, necə yadımızda saxlayırdıq? Necə? Səmt idi. Ay sağ ol, səmt formasında yadımızda saxlayırdıq. Yəni istiqamət formasında yadımızda saxlayırdıq. Buyur müəllimə.